işin düsturunu təyin. İşin düsturu nəyə bərabər idi? A bərabərdir F vurulsun S. Deməli, biz həm F-i, həm də S-i təyin etməliyik. Bu bizdə işin düsturudur. Yaxşı, işi təyin eləmək üçün biz əvvəlcə qüvvəni təyin eləməliyik. Onda qüvvənin də düsturu var. MA. Bu da bizdə qüvvə. Düzdür. Qüvvənin düsturuna baxırıq ki, kütlə bizə verilib 4 kiloqram, amma təcil yoxdur. Gəlin təcilin düsturunu yazaq. A bərabərdir delta V bölünsün delta T-yə. Gətirib yerində yazıram. Delta V-yə baxıram. Son neçədir? Son sürəti 20-dir. Başlanğıc sürəti neçədir? 0-dır. Yəni 20 çıxılsın 0 bölünsün T-yə. Zamanı nə qədərdir? Yuxarıda bərabər sürətli bura. Bərabər sürətli olduğu üçün burada təcil 0-dır. Biz danışırıq buradan. 20 çıxılsın 0, zamanı neçədir? 0-dan 30-a, yəni 30 çıxılsın 0 bərabərdir 20 bölünsün 30-a bərabər 3-də 2 metr böl saniyə kvadratı. Biz təcili tapdıq. Düsturumuza görə kütləni də biliriksə qüvvəni təyin eləyə bilirik. F bərabərdir MA-ya. M-imiz 4 kiloqramdır. Vururam 3-də 2-yə bərabərdir. 3-də 8 Newton. Mən nəyi təyin elədim? Qüvvəni təyin elədim. İndi isə S-i təyin etməliyəm ki, təcili tapa bilim. Təcili tapmaq üçün, daha doğrusu üzr istəyirəm, işi təyin etmək üçün. İşi təyin etmək üçün mən baxıram ki, birinci hərəkətimiz bərabər yeyinləşəndir, ikinci isə bərabər sürətlidir. Bərabər sürətlidə bu hissədə, yəni bizim işimiz 0-a bərabərdir. Yazıram. A bərabərdir 0. Orada iş görülmür. Bərabər sürətli hərəkətdə. Onun üçün də təyin eləməli olduğum bu hissədir. Bu hissənin sahəsini təyin eləsəm, mən S-i təyin etmiş oluram. Onun sahəsi, biz bilirik ki, düzbucaqlı üçbucağın sahəsi necə təyin olunur? 2-də 1 AB. Yəni 2-də 1. 2 dənə qateti. Birincisi 20-dir, digəri isə 30-dur. Vuranda eləyəcək 300 metr kvadratı. S-i təyin elədim. F-i də bilirəm. S-i də bilirəm. Onda A vurulsun. A bərabərdir F vurulsun S. F-imizi neçə tapdıq? 3-də 2. 3-də 2 bizdə A idi. 3-də 8. 3-də 8-i də vuracam 300-ə. Yəni S-ə 3 ilə də 300 ixtisara gedəcək, eləyəcək 100. Cavab eləyəcək 800 joule. Yəni D variantı.